Salamlar. Bu hamımızın tanıdığı çoban yastığı çiçəyidir. Çoban yastıq çiçəyinin çox növü var, amma tibbdə istifadə olunan növü aptek çoban yastığı çiçəyidir. Türklər papatya deyirlər. Ramaşka adıyla daha çox məşhurdur. Ümumiyyətlə kiminsə bağırsağında spazm varsa, dəmlənib istifadə olunması ən rahat bitki çaylarındandır. Çoban yastığı çiçəyinin yaxşı xüsusiyyətlərindən biri odur ki, bir çox faydalı dərman bitkiləri ilə bərabər istifadə edə bilərsiniz. Çoban yastığı çiçəyinin yağından da istifadə olunur. Efir yağları ilə zəngindir. Onu xaricə də istifadə etmək olar. Aptek çoban yastığı çiçəyinin daxilə və xarici istifadə qaydaları var. Bir xörək qaşığı çoban yastığı çiçəyi götürüb 300 ml qaynar suda dəmləyib gündə 100 ml şəklində 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edə bilərsiniz. Çoban yastığı çiçəyini bir ay müddətində istifadə etmək mümkündür. Həmçinin çoban yastığı çiçəyi